Vaxtınız xeyir olsun dostlar. Yenilməzlik, əyilməzlik simvolu olan Əlincənin ətəklərindəyik. Və qeyd edeyim ki, elə bir halda ki, yenilməzlikdən, məğrurluqdan və o cəsarətdən, hünərdən danışanda qarşımda əyləşən bizim dəyərli qardaşımız Ceyhun Bayramovu sizə təqdim eləmək istəyirəm. Vətən müharibəsində, 2-ci Qarabağ müharibəsində şücaətlə döyüşübdür və o öz sağlamlığını məhz bu vətən, bu millət üçün fəda edibdir. Şükürlər olsun, müharibə başa çatdı Azərbaycanımızın qələbəsi ilə və qeyd edeyim ki, bugün artıq suveren Azərbaycanımızda insanlar azad, firavan yaşayır məhz belə igidlərin sayəsində. O igid də yenə də öz şücaəti ilə məhz yenilməzlik simvolu olan Əlincənin ətəklərində özünə məxsus bir obyekt yaradıb, istirahət güşəsi yaradıbdır və burada gələn hər bir qonaq məhz bu imkanlardan yararlana bilir. Ceyhun qardaş, məncə bu obyekti elə sənin dilindən eşidək. Mən ilk dəfə gəldim. Sağ olsun bizim dəyərlimiz Emil müəllim. Mənim yolum bura təsadüfən düşmədi. Emil müəllimin təklifi ilə gəldik bura. Çox gözəl. Emil müəllim deyir ki, nəyi vurğulasan da xüsusilə havanın gözəlliyini necə çatdırasan, hava görünməzdir. Ancaq bu havanın gözəlliyini görmək istəyən neynəsin, elə bura gəlsin. Ceyhun bəyin, Ceyhun Bayramovun bu gözəl məkanında yaxşıca istirahət eləsin. Qardaş, imkanları barədə sən dinləyəm, bu cəmaatda eşitsin. Hoş gəlmişsiniz, səfa gətirmişsiniz. Həmişə gözünüzdə yeriniz var. Gələn qonaqlarımız bizim həm Əlincə qalasını ziyarət eləyir, həm də bizim burada olan təamlarımızdan necə deyərlər, Nuş eləyə bilirlər. nuş eləyir. Nələr var? O deyir, menyuda nələr var? Menyuda bizdə təndirdə orqanik, yəni burada heç bir kimyəvi qatqı yoxdur. Orqanik qəşəng təndirdə kətəmiz var. Odunla, ocaqla yanan təndirdə pişir. Bizdə qaz da yoxdur burada, ancaq odun ocaqdır. Təndir kətəsidir. Cöngə əti ilə ət qutabıdır. Əlavə olaraq da indi o sezonla uyğun olaraq digər qutabları da yaradacağıq. İnşallah Allahın köməyi ilə qabaqdan o balqabaq yetişəcəkdir. Onun da qutabı olacaq burada. Yəni burada sırf orqanik, başqa heç bir kimyəvi qatqı olan yeməklərimiz yoxdur. Ət qutabımız, göy qutabımız, dondurmamız, ayranımız içmişiz. Ondan sonra da sadəcə bir də sərin sular. Qardaş, neynəsək də borcumuzu ödəyə bilmərik, bu bilmənalıdır. Bir daha sənə uzun ömür, can sağlığı və ən əsası bu ailə təsərrüfatına bol bərəkət diləyirəm. Təşəkkür edirəm. Allah var eləsin. Çox sağ olun, minnətdarım.